Salam, mən Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinç Nuriyeva. Bugün sizinlə izah edəcəyimiz mövzu cümlədir. Gəlin görək cümlə nədir və hansı funksiyalara malikdir. Biz cümləyə belə bir tərif veririk ki, bitmiş fikir ifadə edən sözə və söz birləşməsinə cümlə deyilir. Cümlə sözlərin və söz birləşmələrinin həm məna, həm də qrammatik cəhətdən əlaqələnməsi nəticəsində yaranır. Yəni siz bir cümlə qurmaq istəyirsinizsə, oradakı sözlər bir-biri ilə həm məna cəhətdən, həm də bir-biri ilə qrammatik cəhətdən əlaqələnməlidir ki, onlar nəyi formalaşdırsın? Cümləni formalaşdırsın. Cümlə hansı xüsusiyyətlərə malikdir? Cümlə insanlar arasında bitmiş fikir ifadə edən, belə deyək ki, intonasiya bitkinliyi olan əsas, belə deyək, mübadilə vasitəsidir. Yəni insanlar bir-biri ilə ünsiyyət qurarkən cümlələrdən istifadə edirlər. Cümlənin qrammatik əsası olur və intonasiya bitkinliyinə malikdir. İbtida və xəbər cümlənin baş üzvləri, ə, təyin, tamamlıq və zərflik isə cümlənin ikinci dərəcəli üzvləridir. Yadda saxlayaq. Cümlə yalnız xəbərdən ibarət ola bilər, yalnız mübtədadan ibarət ola bilər. Məsələn, bura qeyd edə bilərik ki, məsələn, gözəldir. Ki versəniz, cümləmiz yalnız nədən ibarətdir? Xəbərdən. Cümləmiz yalnız mübtədadan ibarət ola bilər. Məsələn, dəniz kənarı. Biz bu tipli cümlələrə adlıq cümlə deyirik. Fikir versəniz, dəniz kənarı cümləsi, mən əgər ki, verilmiş dəniz kənarı cümləsinin sonunda nöqtə işarəsindən istifadə eləməsəm, bu bizdə cümlə əmələ gətirmiş olmur. Çünki bilirik ki, cümlə intonasiya bitkinliyi olur və siz o intonasiya bitkinliyini nöqtə vasitəsilə, belə deyim, müəyyən etmiş olursunuz. Müstəqil halda dəniz kənarı ifadəsi yazsam və sonda nöqtə işarəsindən istifadə etməsəm, bu sizdə cümləni formalaşdırmış olmur. Bu sizdə sadəcə ikinci növ təyin söz birləşməsi olur. Amma yuxarıda yazdığım cümlədə isə mən sonunda nöqtə işarəsindən istifadə etmişəmsə, bu artıq sizdə intonasiya bitkinliyi olan bir cümlədir. Yanınızda qalsın. Cümlə bir sözdən ibarət ola bilər. Görürsünüz, gözəldir və yaxud da maraqlıdır. Quruluşca növləri var cümlənin. Sadə və mürəkkəb olur. Bilirik ki, ümumiyyətlə sözlər quruluş baxımından sadə, düzəltmə, mürəkkəb. Söz birləşməsi sadəsi və mürəkkəbi, cümlə də eynilə sadə və mürəkkəb olur. Sadə cümlənin bir qrammatik əsası olur. Məsələn, avtobus dayandı. Baxın, verilən bu cümlədə bir qrammatik əsas deyəndə nə nəzərdə tutulur? Bir qrammatik əsas bərabərdir cümlədə, deməli, mübtəda və xəbərə. Yəni, ola bilər ki, cümlədə hər ikisi iştirak eləsin. Ola bilər ki, yalnız xəbər və yaxud da yalnız mübtəda iştirak eləsin. Biz o halda da cümlədə deyirik ki, cümlənin bir qrammatik əsası var. Avtobus dayandı cümləsində cümlə mübtəda və xəbərdən ibarətdir və siz deyirsiniz ki, bu cümlənin bir qrammatik əsası var. Əgər ki, sadə cümlənin bir qrammatik əsası varsa, bu tipli cümlələr sadə cümlə hesab olunur, yanınızda qalsın. Amma iki və daha artıq qrammatik əsasa malikdirsə cümlə, bu zaman bu cümlələr sizdə olur mürəkkəb cümlə. Yanınızda qalsın ki, bizdə cümlələr geniş və müxtəsər ola bilər. Nədir geniş cümlə, nədir müxtəsər cümlə? Yadınızda qalsın ki, əgər cümlə yalnız mübtədadan və xəbərdən və yaxud da tək mübtəda və yaxud da xəbərdən ibarətsə, bu tipli cümlələr sizdə adlanır müxtəsər cümlə. Amma baş üzvlərlə bərabər bir dənə də olsa ikinci dərəcəli üzvün iştirakı sizə həmin cümlələrin geniş cümlə olmasını deyir. Yəni, əgər ki, hər hansısa bir baş üzvlə bərabər bir dənə də olsa orada ikinci dərəcəli üzv varsa, o sizdə nədir? Geniş cümlədir. Məsələn, yazaq burada sizin üçün kitab maraqlıdır. Baxın, verilmiş cümlədə maraqlıdır xəbər, kitab mübtəda, bu isə təyin. Kibers baş üzvlə bərabərsizlə burada bir dənə də olsa nə var? İkinci dərəcəli üzv var. Deməli, bu cümlələr nədir? Geniş cümlə. Gəlin görək cümlə üzvləri hansılardır? Yadda saxlayaq ki, bir-biri ilə həm məna, həm də qrammatik cəhətdən bağlı olan, müəyyən bir sintaktik suala cavab verən, müstəqil məna ifadə edən söz və söz birləşmələrinə deyirsiniz cümlə üzvləri. Cümlə üzvləri dediyi bölünür iki qrupa, baş üzvlər və ikinci dərəcəli üzvlər. Yanınızda qalsın ki, cümlənin tərkibində işlənən hər bir söz sizdə cümlə üzvü olmur. Çünki biz sizinlə keçmişik ki, köməkçi niksələri var və sizinlə daha sonra işlədiyik xitab, ara sözlər, bunlar sizdə cümlə üzvü olmur. Bunlar nədir? Xitab bildirir ki, çağırış bildirir, ara söz fikrə münasibət bildirir, köməkçi niksənin xüsusiyyətlərini ki, hamısını bildirir ki, bağlayıcı, məsələn, bağlamaq.
xüsusiyyətinə malikdir, qoşma mənaçaları bildirir, ədad qüvvətləndiricisi və s. Burada işlənən bu sözlər sizdə cümlə üzvü kimi iştirak etmir, yanınızda qalsın. Gəlin görək baş üzvlərdən birinci danışıq görək mübtəda nədir? Deməli, baxaq. Mübtəda cümlədə haqqında danışılan şəxsi və ya əşyanı bildirir. Mübtəda cümlədəki fikrin predmeti və yaxud da fikrin özüdür. Yəni belə bir tərif verir ki, həm fikrin özü və yaxud da fikrin predmeti ola bilər. Qrammatik cəhətdən ən müstəqil cümlə özüdür. Heç bir cümlə özünə tabe olmur. Özünə nəyə tabedir? Xəbəri tabe edir və təyini tabe edə bilər. Sualları kim, nə və hara suallardır. Yalnız və yalnız ismin adlı halında mövcuddur. Çünki bildik ki, ismin adlı halında suallar da kim, nə, hara suallardır. Və yalnız və yalnız adlı halda olan söz və söz birləşmələrlə ifadə oluna bilər. Quruluş baxımından sadə olur. Baxın, cümlə üzvləri də quruluş baxımından sadə və mürəkkəb olur. Nə zaman biz mübtədaya sadə, nə zaman mürəkkəb deyirik? Əgər ki, sözlə ifadə olunubsa, o mübtəda sizdə sadə, söz birləşmələri ilə ifadə olunubsa, deməli, o mübtəda sizdə mürəkkəbdir. Bəzən bu çox yanlış başa düşülür. Çünki sözlə dediyimiz zaman bilir ki, sözün quruluş baxımından sadə, düzəltmə və mürəkkəb quruluşa malikdir. Bəzən əgər cümlədə mübtəda mürəkkəb sözlə ifadə olunursa, həmin mübtədanı cümlədə mürəkkəb mübtəda kimi qəbul edirlər. Amma bu səhv bir anlayış. Mübtədanın ifadə vasitəsi orada sizdə mürəkkəb sözdür. Amma quruluş baxımından sizdə mübtəda sadədir. Gəlin cümləyə nəzər salaq. Günə baxan xeyirli bitkidir. Baxın. Bitkidir. Nə? Günə baxan necə bitkidir? Xeyirli. Fikir versəniz, burada cümləmiz geniş cümlədir. Hardan bildik? Çünki burada bir ikinci dərəcəli üzvü iştirak edib, təyin. Mübtədanın ifadə vasitəsi sizdə nədir? Günə baxan. Quruluş baxımından günə baxan sözü mürəkkəb sözlə ifadə olunur. Baxın, mübtədanın ifadə vasitəsi sizdə mürəkkəb sözdür. Bu öz yerində. Amma mübtədanın quruluş baxımından necə olduğunu soruşsalar sizdə, quruluş baxımından mübtəda sizdə nədir? Sadə. Çünki günə baxan sizdə nədir? Sözdür və sözün quruluş baxımından mürəkkəb söz hissəsinə aiddir. Amma siz mübtədanı mürəkkəb eləmək istəsəniz, gərək həmin cümlədə nə edəsiniz? Mübtədanı söz birləşməsində ifadə edəsiniz. Məsələn, gəlin yazaq bura. Məktəb həyəti gül çiçəklə bəzədilmişdi. Baxın. Bəzədilmişdi. Nə? Baxın, nə sonra cavab verir. Görürüz ki, məktəb həyəti. Nə ilə bəzədilmişdi? Gül çiçəklə. Burada gördüyünüz məktəb həyəti sizdə nə sonra cavab verdi? Cümlə özü baxımından mübtəda. Cümləmiz geniş cümlədir, çünki tamamlığı var. Mübtəda ifadə vasitəsi sizdə söz birləşməsidir. Quruluş baxımından siz mübtədaya nə deyərsiniz burada? Təbii ki, mürəkkəb. Çünki dedik ki, əgər ki, mübtəda söz birləşmələrlə ifadə olmasa, quruluş baxımından həmin mübtəda sizdə nə olur? Deməli, mürəkkəb. Amma mübtədanın ifadə vasitəsi olan ikinci növ təyinli söz birləşməsi sizdə quruluş baxımından sadədir. Çünki bilir ki, söz birləşməsi deməli, iki sözlə ifadə olunursa quruluş baxımından sadə, ikidən daha artıq, yəni üç və daha artıq söz tərkibində, yəni müstəqil leksik məna söz olarsa, bu mürəkkəbdir. Burada yenə deyirəm, ümumiyyətlə bu bütün cümlə özlərinə aid bir xüsusiyyətdir. Gəlin bir ümumiləşdirək bunu ki, əgər cümlə özləri sözlə, yəni fərqləmir sözün quruluş baxımından sadəsi, düzəltməsi və yaxud da mürəkkəbi ilə ifadə olunursa olur sadə, söz birləşmələri ilə ifadə olunarsa fərqləmir həm ismi olsun, həm feili. İfadə olunursa bu sizdə nədir? Quruluş baxımından mürəkkəb cümlə özü. Bunu burada sizə qeyd elədim. Bütün cümlə üzərində bunu nə edirsiniz? Şamil edirsiniz. İndi gəlin baxaq görək mübtədanın əsas ifadə vasitələri nədir? Mübtəda bütün belə deyək nitq hissələri və söz birləşmələri ilə ifadə oluna bilər. Əsas ifadə vasitəsi sizdə isim və əvəzlidir. Yalnızda qalsın. Çünki bilirik ki, məsələn, isimlə ifadə olunsun. Bayaq elə burada yazıq sizlərə. Günə baxan xeyirli bitki. Fikir versəniz burada günə baxan sizdə mürəkkəb isimdir. Mürəkkəb isim.
Və yadda saxla, isim və əvəzlik mübtədanın əsas ifadə vasitələridir. Yəni birinci ən çox, yəni əsas niyə deyilir? Çünki ən çox isim və əvəzlik ifadə olunur. Amma təbii ki, digər nitq hissələri ilə də ifadə oluna bilər. Məsələn, sifətlə ifadə olunsun, qoca əsa ilə yeriydi. Məsəl olsun sizdə oxumaq qalın vacibdir. Deməli, sa ilə ifadə olunsun. Onuncular gəldi. Fikir verirsinizsə, bütün nitq hissələri ifadə oluna bilər. Eyni feili birləşmə ilə də ifadə oluna bilər. İsim birləşmə ilə də ifadə oluna bilər. Məsələn, feili sifət olsun. Çalışanlar qalib gəldi. Baxın, gördünüz ki, buradakı çalışanlar sözü sizdə feili sifətdir. A şəkilçisindən bilirik. Və cümlədən nədir sizdə? Mübtədadır. İfadə vasitəsi mübtədanı desəniz ki, nədir? Feili sifətdir. Quruluş baxımından mübtəda necədir? Deyirsiniz, sadədir. Görürsünüz, bir sözlə ifadə. Deməli, sadədir. Yalnızda qalsın. Sintaktik əlaqələrdə mübtəda necə iştirak edir? Biz sintaktik əlaqələri sizinlə keçdiyimiz zaman dedik ki, mübtəda xəbərlə sintaktik əlaqəyə girir və arasında olur sizdə uzlaşma əlaqəsi. Mübtəda sizdə təyinlə əlaqəyə girəcək, arasında olacaq deməli yanaşma əlaqəsi. Mübtəda sizdə deməli tamamlıq və zərfliklə heç bir sintaktik əlaqədə iştirak etmir. Deməli, heç bir sintaktik əlaqə olmur arasında. Eyni də tamamlıq və zərflikdə. Bu üçünü hansı cümlədə görsəniz, onların arasında heç bir sintaktik əlaqə qoymursunuz. Gəlin keçək görək xəbər nədir? Mübtədaya aid hərəkət və yaxud da hökm bildirən əsas belə deyək, baş üzvə deyirsiniz xəbər. Sizdə xəbər cavab verir nə edir sualına? Yəni feilin bütün o şəkil və belə deyək, zamanlarının suallarına cavab verə bilir xəbər. Eyni ilə kimdir, nədir, necədir, haradadır. Yəni D şəxs olduğunu qəbul etmiş hər bir söz də sizdə cümlənin xəbəri vəzifəsində iştirak etmiş olur. Xəbər sintaktik əlaqə baxımından mübtədaya tabe olur. Baxın, burada gördüyünüz kimi mübtədaya tabe olur. Amma digər cümlə özlərini isə, yəni ikinci dərəcəli üzvləri isə özünə tabe etmiş olur. Yuxarıda dedik, əgər ki, hər hansısa bir cümlə özü nitq hissələri ilə ifadə olunarsa, bu sizdə olur sadə. Söz birləşməsi ifadə olunduğu zaman isə olur sizdə nə? Mürəkkəb. Buna toxunduq. Yadda qalsın ki, xəbəri biz bölürük iki yerə. Bizdə var bir feili xəbər. Bir də var sizdə ismi xəbər. Nədir bunlar? Yadda qalsın ki, əgər ki, feilin müxtəlif şəkilləri ilə ifadə olunursa, cümləmizin xəbəri. Bu sizdə deməli feili xəbərdir. Deməli feilin şəkilləri. Amma cümlədə deməli adlarla. Biz adlar deyəndə deməli nəzərdə tutulub bura isim, sifət, say, hamısı yazmıram. Say, zərf, əvəzlik. Bilirik ki, bunlar yəni feildən başqa digər əsas nitq hissələri sizdə nədir? Deməli adlar adlanır. Və yaxud da ismi xəbər olsun. Bura məsdər, məsdər tərkibi, feili sifət tərkibi, təyini və qeyri-təyini söz birləşmələri, mürəkkəb adlar. Bunlar hamısı sizdə əgər ki, cümlədə xəbər vəzifəsinə çıxış edərsə, sizdə nədir? Feili xəbərdir. Məsələn, gəlin bir cümlə yazaq sizlərə. Feili xəbər və ismi xəbər olsun. Deməli, Əli yeriməyə başladı. Baxın. Burada gördüyünüz kimi yeriməyə başladı. Sizdə cümlənin xəbəridir. D. Zaman şəkilçisi var burada. Cümlədə deməli başladı sözü sizdə nədir? Xəbər şəklindədir. Bilirik ki, bir sözdə əgər ki, zaman şəkilçisi varsa, o söz sizdə nədir? Xəbər şəklində. Deməli, siz bu sözün cümlə özünə, xəbərə hansı xəbər deyirsiniz? Təbii ki, feil xəbər. Əgər sizdə cümlənin mübtədasıdır, quruluş baxımından sadədir və nitq hissəsi ifadə olunur. Gəlin indi ismi xəbərə nəzər salaq. Məsələn, məqsədim oxumaqdır. Kim versəndə cümləmizin xəbəri nə ilə ifadə olunub? Məsdərlə. Deməli, xəbərimiz necə xəbərdir? İsmi xəbər. Bizdə var, deməli, yox, var, bəs, mümkün, lazım və gərək. Bu sözlər bizdə predikativ sözlərdir. Yəni biz bunlara
söz xəbər deyirik. Bu sözlər heç bir suala cavab vermir. Lakin cümlədə müstəqil və sadə ismi xəbər olur. Məsələn, gəlin bir cümlə yazaq. Mənim hadisədən xəbərim var. Baxın, buradakı var sözünü siz heç bir suala cavab vermədən cümləni nəyə götürürsünüz? İsmi xəbər. Var. Nə? Xəbər. Nədən? Baxın, mənim xəbərim hissəsi sizdə nədir? Cümlənin bir yerdə üçüncü nöqtənin söz birləşməsində ifadə olunmuş mürəkkəb mübtədası. Yanında qalsın. Dediyim kimi, burada qeyd etdiyim sözlər heç bir suala cavab vermədən cümlədə ismi xəbər kimi iştirak etmiş olur. Dərəcəli üzvlər. İkinci dərəcəli üzvlər nədir və hansı xüsusiyyətlərə malikdir? Cümlənin ikinci dərəcəli üzvləri əsasən baş üzvləri izah edir. Baş üzvlərlə belə deyək də, ifadə olunan, bağlı olan bir məlumatları siz ikinci dərəcə üzvlərin vasitəsilə təyin edə bilərsiniz. Onların məsələn zərflik dediyimiz zaman onların hərəkətin miqdarını, yerini, zamanı, kəmiyyətini bildirə bilərsiniz. Təyin nədir? Cümlədə isimlə və yaxud da ismin xüsusiyyətlərini daşıyan sözlərlə ifadə olunan hər hansısa bir üzvü izah edən cümlə üzünə, yəni ikinci dərəcəli cümlə üzünə deyirik təyin. Bir də deyirəm, cümlədə isimlə və yaxud da isimləşmiş hər hansısa bir sözlə ifadə olunan üzvü izah edən ikinci dərəcəli üzv adlanırsa təyin. Təyin sizdə necə, nə cür, hansı, nə qədər, neçənci, neçə suallarına bir nə cavab verir. Məsələn, gəlin bura qeyd eləyək. Deyirəm ki, Vahid səliqəli şagirddir. Baxın, şagirddir kim? Vahid. Mübtədanız və xəbərin quruluş baxımından sadədir, çünki sözdə ifadə olunub. Necə şagirddir? Səliqəli. Baxın, nəyə aiddir səliqəli sözü? İsmə. Bu zaman deyirik ki, səliqəli söz cümləni təyin edir və yadda saxlayın. Görürsünüz, isimlə və yaxud da ismi xüsusiyyətlərini daşıyan sözlərlə ifadə olunan üzvü neyinir? İzah edir. Əsas ifadə vasitələri sizdə nədir? İsim, sifət, say, əvəzlik. Bunlar təyin əsas ifadə vasitələridir. Təbii ki, zərflə də, fe'li sifətlə də, mürəkkəb adlar olsun, isim birləşmələri olsun, elə frazoloji birləşmənin özü olsun ki, bunlar da təyin ifadə vasitəsi ola bilər. Məsələn, gəlin sizə bir isimlə ifadə olunan təyin yazaq. Əli, qızıl üzük aldı. Baxaq, aldı kim? Əli. Nəyi aldı? Üzük. Buradakı üzük sözü sizdə qeyri-müəyyən təsirli haldadır. Necə üzük? Qızıl üzük. Fikir verdinizsə, qızıl sözü sizdə nitq hissəsi baxımından isimdir. Burada isimdir, düzdür. Amma siz gəlib əgər ki, burada necə sualını verirsinizsə, gəlib demirsiniz ki, qızıl sözü burada sifətdir. Qızıl sözü sifətləşmiş isimdir. Biz sizinlə ismin keçində dedik ki, bizdə material bildirən sözlər var. Hansılardır? Qızıl, gümüş, yun, ipək, daş, dəmir, asfalt, torpaq. Bunlar sizdə nədir? İsimlərdir və bu sözlər cümlədə əgər sifətin sonuna cavab verirsə, çox rahatlıqla sifətləşə bilir. Eyni burada qızıl sözü isimdir və neyinir? Özündən sonra gələn bir söz izah edirsə, burada nədir? Sizin isminiz sifətləşir və cümlədə sintaktik vəzifə zamanı təyin çıxış etmiş olur. Daha sonra zərflə ifadə oluna bilər. Baxaq. Deməli, yuxarı mərtəbə genişdir tutalım. Baxaq, baxın genişdir nə? Hara? Deməli, mərtəbə cümlənin mübtədasıdır. Hansı mərtəbə? Yuxarı. Fikir verirsə, təyin nə ilə ifadə olunur? Yer zərfi ilə. Qoşmalı sözlə də ifadə oluna bilər. Məsələn, Lalə anası kimi həkimdir. Baxaq. Burada gördüyünüz ki, həkimdir cümlənin xəbəridir, ismi xəbərdir. Lalə mübtəda. Anası kimi cümlənin nə olur? Təyini. Nəyi ifadə edir, nəyi izah edir? İsimlə ifadə olunmuş bir cümlə özünü izah etmiş olacaq. Yanınızda qalsın. Yadda saxlayaq ki,
Məstər və məstər tərkibləridir. Fe'li bağlama və fe'li bağlama tərkibləridir. Cümlədə təyin vəzifəsindən çıxış eləyə bilmir. Amma siz istisna hallarda məstər və məstər tərkibinin cümlədə təyin olmasına rast gələ bilərsiniz. Amma təbii ki, bu dediyimiz qayda ümumi qaydanı pozmur. Yəni siz artıq orada məstərin təyin olmasını qəbul eləmirsiniz. Yəni məstər təyin həmin o cümlələrdəki istisna hallarda deyirik, təyin vəzifəsini işləyir. Yəni siz o istisna hala görə gəlib demirsiniz, məstər və yaxud da məstər tərkibi cümlədə təyin ola bilər. Bu səhv bir anlayışdır. Məsələn, gəlin yazaq bura. Oxumaq kimi vərdişi var. Baxın, var. Predikativ xəbərdir. Suala cavab vermədən cümlə üzrə oldu. Nə var? Deməli, oxumaq kimi necə vərdiş var? Oxumaq kimi cümlənin nəyi oldu sizdə? Təyini. Yadınızda qalsın. Amma yenə dediyim kimi bu tipli qaydalar istisna qaydalar. Qaydanın ümumi qaydaya təsir eləmir. Siz buna əsasən gəlib demirsiniz ki, məstər cümlədə təyin olur. Belə bir anlayış yoxdur. Daha sonra təyin də quruluş baxımından yenə mübtəda və xəbər. Ümumiyyətlə dediyim kimi bütün cümlə özləri sadə və mürəkkəb olur. İlk hissələrlə ifadə olunarsa, yəni sadəsi, düzəltməsi, mürəkkəbi ilə olur quruluşca sadə. Sərbəst söz birləşmələrlə ifadə olunan təyinlərsə quruluşca mürəkkəb olur. Daha sonra gəlin danışaq sizin üçün tamamlıqdan. Tamamlıq nədir? Deməli, tamamlıq cümlədə əşya məzmunu bildirir. İsmin adlıq və yiyəlik hallarından başqa. Çünki biz dedik ki, adlıq hal cümlədə olur sizdə mübtəda. Yiyəlik hallı söz müstəqil şəkildə cümlə özü kimi iştirak edə bilmir. Bəzi hallarda xəbər olur. Amma yerdə qalan hallara, suallara cavab verir və yerdə qalan hallar cümlədə sizdə nə ola bilər? Tamamlıq. Məsələn, sualları nədir? Kimi, nəyi, nə, nəyə, kimdə, kimdən. Daha sonra məsələn yerli halın sualları olsun. Kimdə, nədə, çıxışlı halda kimdən, nədən, kim ilə, nə ilə. Qoşmalı sözlər ola bilər. Məsələn, kim ilə nə ilə olsun, kim üçün, nə üçün, kim haqqında, nə haqqında, kim barəsində və bir də burada var sizdə haranı sualı. Bunlar sizdən tamamlığın suallarıdır. Məsələn, gəlin bir cümlə yazaq. Uşağı çağır. Baxın, sual verirsiniz. Kimi çağır? Uşağı çağır. Cümlədə təsirli hallı sözdür. Cümlə nəyə olacaq? Tamamlığı. Yadda saxlayın ki, təsirli hallı söz cümlədə 99% cümlənin tamamlığı olur. Yalnız bəzi hallarda cümlədə zaman zərfliyi kimi iştirak edə bilər. O da nə zaman olur? Məsələn, gecəni yatmamışam. Baxın, buradakı gecəni sözü sizdə nədir? Təsirli hallı sözdür və nə zaman cümlədə olacaq sizdə nə? Zərflik. Yayı dincəlmişəm. Fikir orada da yayı sözü sizdə nədir? Təsirli hallı söz olmasına baxmayın, cümlədə zərfdir. Amma bu məqamı çıxmaq şərti ilə təsirli hallı söz cümlədə nə olur? Tamamlıq vəzifəsində işlənir. Əsas ifadə vasitələri nədir? İsim, ismin halları. Sifət ola bilər. Təbii ki, siz nə etməlisiniz? Sifəti isimləşdirməlisiniz. Yaralıları gətirdilər. Fikir verirsinizsə buradakı yaralı sözü sizdə. Deməli, sifətdir. Yara ismindən yaranıb. Buradakı ı sizdə təsirli hallı sözdür və cümlədə nədir? Sifətiniz isimləşir və cümlədə tamamlıq vəzifəsində işlənir. Fe'li sifət də ola bilər cümlədə tamamlıq. Məsələn, yatmışları oyadım. Gördüyünüz kimi yatmışları sözü. Sağ olsun, məstər ola bilər. Oxumağı hamı sevmir. Məsələn, gördüyünüz kimi buradakı maq məstər təsiri hal şəkilsi qəbul edib, nə edib? Cümlədə tamamlıq kimi işlənib. Məsələn, frazoloji birləşmə ola bilər. Baş girləmək var. Yəni, işi yola vermək mənasında. Baş girləməkdən bir şey çıxmaz. Baxın. Çıxmaz. Nədən? Baş girləməkdən. Nədən sonra cavab verirsə, cümlədə nədir? Tamamlıqdır. Qoşmalı sözlər də sizdə tamamlıq vəzifəsində işlənə bilər. Gəlin qoşmalı söz yazaq.
Hı. Məsələn, nənəm üçün görə yazmışdıq, yuxarıda sizin üçün xeyr. Nənəm üçün hədiyyə aldıq. Baxın, kim üçün aldıq? Cümlədə nədir? Kim üçün qoşmalı sözdür? Ə, Adlıq aldılan bir sözə qoşulub. Cümlədə nədir sizdə? Cümlənin tamamlıq vəzifəsində işlənir. Biz normalda öyrəşmişik ki, bilirik ki, insan anlayışı bildirən söz cümlədə kim sona cavab verməlidir. Amma sizə testlərdə deyirsə ki, insan anlayışı bildirən söz nə sona cavab verə bilərmi? Bəli, deyirsiniz, verə bilər. Bu nə zaman baş verir? Əgər ki, cümlədə insan anlayışı bildirən bir söz cümlədə qeyri-müəyyən təsirli halda işlənərsə, cümlədə təbii ki, nə sona cavab verə bilər. Məsələn, biz bilirik ki, qeyri-müəyyən təsirli halda, qeyri-müəyyən yiyəlidir və adlıq haldır. Bunların üçün ortaq sual var sizdə. Nə? Yadda saxla, insan anlayışı bildirən söz qeyri-müəyyən təsirli halda işlənir, nə sona cavab verir və cümlədə tamamlıq vəzifəsində işlənir. Məsələn, onlar həkim çağırır. Baxın, çağırır. Kim? Onlar. Nə çağırır? Həkim çağırır. Baxın, həkim sizdə canlı bir anlayış, insan anlayışıdır. Amma cümlədə baxın, cavab verdi sizdə nə sualı. Biz öyrəşmişik ki, nə sualı cansızların sualıdır. Amma bu söz qeyri-müəyyən, təsirli halda işləndiyinə görə həkimi çağırır. Qeyri-müəyyən təsirli halda işləndiyinə görə nə sonra cavab verə biləcək. Ee, Daha doğrusu sonra siz əgər gəlib buradakı sözə kim və yaxud da müəyyən təsir halının kimin sualını versəniz, təbii ki, bu düzgün deyil. Çünki bu qeyri-müəyyən təsir halı sözdür və qeyri-müəyyən təsir alan bir sualı var, o da sizdə nə sualdır. Daha sonra biz burada qeyd elədik sizə haranın sualını. Gördüyünüz kimi. Yadınızda qalsın ki, cümlədə haranın sualına cavab verən söz cümlədə olur tamamlıq. Bəzən onu zərflik qəbul edirlər, yer zərfliyi, amma bu səhv bir anlayışdır. Yer zərfliyi hara, harada, haradan, haraya bu tipli suallara cavab verir. Məsələn, gəlin bir cümlə yazaq. Hər tərəfi gəzdik. Baxın, gəzdik. Haranı? Hər tərəf. Gördüyünüz kimi haranın sonuna cavab verdim. Hər tərəfi burada nədir sizdə? Hər tərəf sözü. Deməli, isim birləşmədir. Birinci növ təyini söz birləşməzdir. Birlikdə olur sizdə nə? Cümlənin tamamlığı. Siz bunu zərfli kimi qəbul eləyə bilmərsiniz. Daha sonra biz dedik ki, ismin adlıq və yiyəlik halında olan sözlər müstəqil olaraq tamamlıq ola bilmir. Bu sözlər yadda qalsın, qoşma ilə işlənəndə cümlədə tamamlıq kimi işlənir. Məsələn, məsələn, buna yazdıq sizin üçün, nənəm üçün hədiyyə aldım. Fikir versin, nənəm sözü sizdə. Üzr istəyirəm. Adlıq hallı bir sözdür. Qoşma ilə işləndiyinə görə sizdə nədir? Tamamlıqdır. Və yaxud da gəlin yiyəlik hallı olsun. Sənin üçün almışam. Fikir verirsiniz, sənin sözü burada yiyəlik hallı sözdür. Yanındakı qoşma ilə bir yerdə işlənir və cümlədə nə olur? Tamamlıq. Yanınızda qalsın. Daha sonra sintaktik əlaqə zamanı tamamlıq mübtəda və zərfi ilə sintaktik əlaqədə olur. Təyin və xəbər isə sintaktik əlaqədə olur. Təyini özünə tabe edib əsas tərəf olur. Xəbərə isə tabe olub asıl tərəf kimi çıxış edir. Yadınızda qalsın. Yəni bu da sintaktik əlaqənin tamamlığı sintaktik əlaqədə yeridir. Gəlin danışaq sizin üçün zərflikdən. Görək zərflik nədir? Baxın, birinci siz müəyyən eləyə bilməlisiniz zərfliklə zərfi. Çünki zərflik cümlə özüdür. Zərf sizdə nədir? Təbii ki, nitq hissəsi. Hər birinin özünə məxsus olan xüsusiyyətləri var. Biri sizdə morfologiyanın vahididir, digər isə sizdə sintaksisin vahididir. Ona görə bunları qarışdırmaq lazım deyil. Zərfin sizdə var 4 dənə məna növü: tərzi, hərəkət, zaman, yer və kəmiyyət. Zərfin isə bunlarla bərabər var sizdə səbəb və məqsəd zərflik. Yanınızda qalsın. Baxın, hərəkətin icrasını və əlamətin meydana çıxmasını zərflik müxtəlif cəhətdən izah edir. Yəni həmin hərəkətin icrasını və əlamətin.
tərzini, zamanını, yerini, kəmiyyətini, səbəbini və məqsədini bildirə bilər. Zərflik əsasən öyrəşmişik ki, fe'li xəbərə aid olsun. Amma bəzən ismi xəbərə də aid ola bilən zərfliklər görəcəksiniz. Yəni danışaq tərzi hərəkət zərfliyindən. Nədir? Tərzi hərəkət zərfliyi iş və hərəkətin icra tərzini bildirir. Necə, nə cür, nə tərzdə, nə şəkildə, nə vəziyyətdə suallarından birinə cavab vermiş olacaq. Yadınızda qalsın. İfadə vasitəsi genişdir, belə deyib. Tərzi hərəkət zərfliklərlə ifadə oluna bilər. Məsələn, mövzunu asanlıqla həll etdi. Baxın, həll etdik. Nəyi? Mövzunu necə həll etdi, nə tərzdə asanlığı. 2 V-dən sizə də sizdə tərz hərəkətdir. İsim, fe'li xəbərə aiddir. Cümlədə məsələn fe'li bağlama. Baxın, mən indiyə qədər keçdiyim cümlə üzərində heç birində sizə fe'li bağlamanın onların ifadə vasitəsi olmazsa danışmamışdım. Çünki biz sizinlə öyrənmişik ki, həm fe'li bağlama, həm də fe'li bağlamanın tərkibləri cümlə özü baxımından sizə sadəcə zərfli olacaqlar. Yadınızda qalsın. Yəni digər cümlə özləri kimi çıxış edə bilirlər. Eyni tərz hərəkət zərflərində də siz fe'li bağlama və fe'li bağlama tərkiblərini onun ifadə vasitəsi olmasa rast gələcəksiniz. Məsələn, gülümsəyərək cavab verdi. Deməli, burada gördüyünüz kimi gülümsəyərək sözü sizdə nədir? Cümlədə araq şəkilsi qəbul eləyir. Cümlənin nə idi? Cümlənin zərflidir və ifadə vasitəsi kimi nə götürürsünüz siz? Cümlədə fe'li bağlama olaraq qəbul etmiş olursunuz. Deməli, eyni fe'li bağlama tərkibləri də sizdə çox rahatlıqla təbii ki, tərzi hərəkət zərfliyi kimi işlənə bilər. Məsələn, gəlin bir nümunə yazaq sizə. Deməli, söhbəti uzatmadan məsələni həll etdim. Baxın, söhbəti uzatmadan hissəsində madam mədən şəkilsi bilirik ki, sizdə nədir? Fe'li bağlama. Özündən əvvəl gələn sözü özünün tərkibinə daxil edib, yəni bir yerdə öz əhatəsinə yığıb, cümlədə nə əmələ gətirib sizdə? Tərkib. Və həll etdi. Nəyi? Məsələni. Necə həll etdi? Nə tərzdə, nə şəkildə söhbəti uzatmadan. Fikir verirsiniz, bir yerdə bir cümlə özü kimi qəbul edirsiniz. Cümlənin nə olacaq? Zərfli. Yadda qalsın ki, bəzən təyin ilə tərzi hərəkət zərflərini bir-birinə qarışırlar. Onları necə edirsiniz? Yəni necə fərqlənirsiniz? Təyin həmişə isimlə və isimləşmiş sözlərlə ifadə olan üzvləri izah eləyəcək. Amma tərs hərəkət zərfi isə fe'li xəbərlə bağlı olur. Məsələn, deməli, Əli yaxşı oğlandır. Bir də yaza bilərəm ki, Əli yaxşı danışır. Baxın, birində verilmiş cümlədə oğlandır cümləsi xəbər ismi xəbərlidir. Digər isə sizdə nədir? Fe'li xəbərdir. Birinci cümlədə sizdə cümləmizin xəbəri isimlə ifadə olunub. Ona görə siz deyəcəksiniz ki, buradakı yaxşı sözü sizdə olacaq təyin. İkinci cümlədə isə sizdə ifadə olunan xəbər fe'li xəbərlidir. Fe'lin xəbər şəkli indiki zamandır. İfadə olunub. Bu özündən sonra gələn söz, özündən əvvəl gələn söz sizdə olacaq. Nə? Tərzi hərəkət zərfliyi. Cümlədə kimi, təki və tək qoşmaları var ki, əgər ki bunların aid olduğu söz, yəni aid olduğu xəbər, təsriflənən fe'l və sifətlə ifadə olunarsa, bu zaman deyirsiniz, bu sözlər olur zərfli. Əgər isimlə ifadə olunarsa, aid olduğu söz deyirsiniz təyin. Gəlin buna aydınlaşdıraq. Azər atası kimi deməli danışdı. Deməli, yenə Azər atası kimi ağıllıdır.
Azər atası kimi tutalım ki, həkimdir. Baxın. Dedik, əgər ki, bu qoşmaların, yəni kimi, tək və tək qoşmaların aid olduğu söz təsriflənən feil gördüyünüz kimi və sifət olarsa, bu zaman siz bu qoşmalı sözlərə deyirsiniz zərfli. Gördünüz, cümlənin oldu zərfliyi. Aid olduğu söz sizdə isimlə ifadə olunarsa, siz bu qoşmalı sözləri götürürsünüz cümlədə təyin, yadınızda qalsın. Keçək sizinlə danışaq zaman zərfliyindən. Ümumiyyətlə, zərfliyin məna növləri ilə biz zərfin məna növlərini keçmişik. Arasında çox da fərq yoxdur. Sadəcə bilirik ki, zərf cümlə özüdür, üzr istəyirəm, nitq hissəsidir. Zərfli cümlə özüdür. Zaman zərfliyi sizdə iş hərəkətin, deməli, hadisənin zamanını bildirir. Nə vaxt, nə zaman, nə zamana dək, nə vaxt qədər suallarına bir nə cavab verir. Biz dedik ki, feili bağlama tərkibləri zərfli olur. Və zərfin 6 dənə məna növü var. Yadda qalsın, feili bağlama zərfin yer və məqsəd zərfliyi vəzifəsində işlənə bilmir. Bir də deyirəm, feili bağlama və feili bağlamanın tərkibləri yer və məqsəd zərfliyi vəzifəsində işlənə bilmir. Yer zərfləri iş və hərəkətin icra olunduğu yeri bildirir. Həmin o istiqamətin başlanğıc və bitmə nöqtəsini bildirəcək. Hara, haraya, harada, haradan suallarına bir nə cavab verəcək. Burada əsas qarışdırılmalı məqam nədir? Hara və haraya sualları. Baxın. Bu çox qarışdırılır. Nəyə görə? Cümlədə əgər ki, bizim cümlə üzrümüz. Gəlin bir cümlə yazaq. Bakı gözəldir. Bakıya gedirəm. Siz zərfliyin, yer zərfliyinin sualların arasında orada görəcəksiniz hara sualı. Biz eynilə hara sualı isə mübtədanın ifadə vasitəsində də vermişik. Demişik ki, mübtəda da sizdə cümlə özü olaraq kim, nə, hara suallarına bir nə cavab verir. Bəs biz bunları necə fərqləndirik? Yadınızda qalsın. Mübtəda yalnız hara sualına cavab verir. Zərfli isə hara sualı ilə bərabər eyni ilə haraya sualına da cavab vermiş olur. Baxın, Bakı gözəldir. Sual verirsiniz, hara gözəldir? Yəni, cavab verdi, hara sualına. Bilirsiniz ki, hara sualına həm mübtəda, həm zərfli cavab verir. Və hansını qəbul edə bilmirik hələ. Gəlin bu sözə, hara sualına cavab verən sözə, eynilə haraya sualına verin. Əgər ki, haraya sualına da cavab verərsə, bu zaman Bakı sözü sizdə olacaq nə? Yer zərfliyi. Baxın, haraya gözəldir deyə bilmirəm. Deməli, cümlədə nə oldu? Mübtəda. Keçirəm ikinci cümləyə. Bakıya gedirəm. Sual veririk. Hara gedirəm? Eynilə gəlib biz yenə bu sözə haraya sualını verin. Haraya gedirəm? Gördüyünüz kimi çox rahatlıqla haraya sualını da qəbul etmiş olur. Buna görə deyirsiniz ki, buradakı Bakıya sözü olacaq sizdə nə? Yer zərfliyi. Yanınızda qalsın. Əsas qarışdırmalı məqam burada sizdə nədir? Məqsəd və səbəb zərflilərdir. Mən onlardan danışmaq istəyirəm sizlərə. Çünki ümumiyyətlə məqsəd və səbəb zərfliyi ifadəsini siz hələ indiyə kimi bir dəfə eşitdiniz. Yadda saxlayaq ki, səbəb zərfliyi iş, hərəkət və əlamətin səbəbini bildirir. Niyə, nə üçün, nədən ötürü, nə səbəbə suallarına bir nə cavab verir. Məqsəd zərfliyi isə sizdə iş, hərəkətin məqsədini bildirəcək. Niyə, nədən ötürü, nəyə görə, nə məqsədlə suallarına cavab verir. Necə fərqləndirəcəksiniz siz? Baxın, deməli, buraya yazaq səbəb, buraya yazaq isə məqsəd. Baxın, bir sualları ilə fərqləndirə bilərsiniz, amma təbii ki, çox vaxt sualları ilə fərqləndirmək mümkün olmur. Çünki ikisində niyə sualı var, nədən ötürü sualı, məsələn, məqsəddədir, nə üçün sualı səbəbdədir. Ən asan fərqləndirmə üsulu nədir? Səbəb zərfliyində iş xəbərdəki işdən əvvəl aiddir. Nə deməkdir? Yəni cümlə yazaq. İmtahandan
İmtahandan keçdiyi üçün sevinir. Baxın, buradakı sevinir sözü sizdə səbəbdir. Yəni artıq keçir və sevinir. Bu sizin səbəbinizdir. Nə deməkdir? Baxın, bir var sizdə zərfidəki, bir var sizdə xəbər. Sevinir cümlənin xəbəridir. İmtahandan keçmək isə sizdə nədir? Zərfidəki işdir. Səbəb zərfindəki iş, deməli, iş xəbərdəki işdən əvvəl aid olur. Birinci, keçir, sonra sevinir. Görürüz, iş xəbərdəki işdən, yəni zərfdəki iş xəbərdəki işdən əvvəl aid olmuş olacaq. Amma məqsəd zərfindəki isə bunun tam əksidir. İş, yəni zərfdəki işiniz xəbərdəki işdən sonra aid olur. Məsələn, imtahandan keçmək üçün çalışır. Bax, yenə bir var sizdə imtahandan keçməyən, bu sizdə zərflikdəki işdir. Çalışır da sizdə xəbərdəki işdir. Məqsəd zərfində nə dedik? Zərfdəki iş xəbərdəki işdən sonra aid olur. Yəni birinci çalışır, daha sonra imtahandan keçir. Baxın, səbəb və məqsəd zərfini ən asan belə fərqləndirə bilərsiniz. Yenə deyirəm, səbəb zərfində xəbərdəki iş zərfdəki işdən əvvəl aid olur, amma məqsəddə isə xəbərdəki iş, deməli, zərfdəki iş xəbərdəki işdən sonra aid olmuş olacaq. Daha sonra necə fərqləndirə bilərsiniz? Səbəb zərfinin nə səbəbə sualı var? Məqsəd zərfinin nə məqsədə sualı var? Məsələn, nə səbəbə sevinir? İmtahandan keçdiyi üçün. Nə məqsədə çalışır? İmtahandan keçmək üçün. Gördüyünüz kimi belə də tapa bilərsiniz. Səbəb zərfliyi adətən çıxışlı halda olur. Yanınızda qalsın, məsələn, soyuqdan titrəyirdi. Yəni, buraya yazaq. Deməli, baxın. Birinci sizdə xəbər, bu da sizdə zərfli. Yəni, birinci tətbiq edək bayaq dediyimiz qaydanı. Zərflidəki iş xəbərdəki işdən əvvəl aid olacaq. Gördünüz, yəni birinci soyuqdur, ikinci isə titrəməyə baş verir. Yəni, birinci zərfdəki işiniz baş verir, daha sonra xəbərdəki iş. Kimsə birinci titrəyib, sonra soyuq olmur ki, birinci soyuq olur, sonra titrəyir. Bu sizdə nədir? Səbəb zərflidir. Gördüyünüz kimi, adətən çıxışlı halda olur. Amma məqsəd zərfli isə adətən yönlük halda olacaq. Məsələn, oxumağa gedirəm. Burada fikir versəniz, birinci nə edirsiniz? Deməli, gedirsiniz. Deməli, birinci gedirsiniz, daha sonra nə edirsiniz? Oxuyursunuz. Yəni, burada nə baş verir? Oxumaq üçün getmiş olursunuz. Bu sizin məqsədinizdir. Fikir verirsiniz, sizdə nədir? Adətən yönlük halda işlənmiş olacaq. Daha sonra, yanınızda qalsa ki, məqsəd zərfliyi həm ismi, həm də fe'li xəbərə aid ola bilir. Gəlin, həm ismi, həm fe'li xəbərə aid nümunə yazaq. Kurs açmaq üçün. Deməli, çox çalışdı. Bir də yazaq bura ki, kurs açmaq üçün pul lazımdır. Baxın, birinci cümlədə kurs açmaq üçün ifadəsi sizdə məqsəd zərfidir və fe'l xəbərə aiddir. İkinci cümlədə isə sizin məqsəd zərfliyiniz nəyə aiddir sizdə? Predikativ sözlə ifadə olunan ismi xəbərə aiddir. Yanınızda qalsın. Cümlə üzəri haqqında sizə danışacaqlarımız bu qədər. Növbəti izahlarda görüşənədək.